Televiziyanın en qeyri-adi ifa şousu gəlir. Mən İlbizə. Sizin qarşınızda vəzirdir. Mənə tücə. Maskanın arkasında hansı məşhurun gizlendiyini tapabilərsinizmi? Yaxında biləcəksiniz. Kim? Maskanın arkasında Nəhərə balığını tutmaq asan iş deyil. salam. Hamını xoş gördük. Bunların qiyməti yoxdur ümumiyyətlə. Tanımıram. Error göstərir. Əslində bilmirəm. Qonşuluqdan gələnə oxşuyur. 12 məşhur bir-biri ilə mübarizə aparacaq. Onlar başdan ayağa kimi xüsusi kostyum geyinərək öz kimliyini səhnədə və səhnədən kənarda gizlədirlər. Televiziyada ən çox qorunan sir. Maskanın arxasında kimdir? Onların səsləri müsahibə zamanı dəyişdirilir. Ən vahimeli maskat bələncdir. Salam dostlar. Gəldi. Bir planetinin sakinləri. Gəldi nəysə. Can. Hər verilişdə məşhurlar tamaşaçıları və dedektivləri heyran etmək üçün mahnı oxuyacaqlar. Şounun sonunda bir maskanın arkasında hansı məşhurun olduğunu hamımız öğrenəcək. Kimsən sən? Və bununla o şoudaki iştirakını dayandıracaq. Bu gecə daha 5 maskalı məşhur qarşı durmaya çıxacaq. Birinci qarşı durmada Dəniz və Səməni. İkinci qarşı durmada isə Yat Planetli, Dönər və Pişik üz-üzə gələcəklər. Şounun sonunda birinci qarşı durmadan bir maska və ikinci qarşı durmadan 2 maska birlikdə səs verməyə çıxacaqlar. Dedektivlər 3 maskadan birini xilas edib növbəti mərhələyə keçirəcəklər. Qalan 2 məşhurdan hansının maskasını çıxaracağı auditoriya səs verməsi ilə müəyyən olunacaq. Beləliklə maska başlayır. Mən söndüm. Bismillah. Axşamınız xeyir olsun. Hər vaxtınız xeyirli olsun əziz, dəyərli tamaşaçılar. Heç kimə sir deyil ki, Maska Show ikinci mövsüm artıq başlayıb. Və heç kimə sir deyil ki, bu şounun aparıcısı mən Ağa Nadirovam və burada maska yoxdur, içimdə də heç kim yoxdur, amma qəlbimdə maska sevgisi var. Sizə deyim ki, mənim onlara da, detektivlərimizə də xüsusi bir sevgim var qəlbimdə və əminəm ki, o məktəb və universitetdə müəllim deyəni dəftərə yox, bloknota yazırdı. Murad Arif! İnsan 3 mənzərəyə hər zaman baxa bilər. Alovun yanmasına, suyun axmasına, nigar camala. Gülərüz personal ifadəsi ondan sonra yarandı. Maska Show'nun gülərüz personası Kamilə Babayeva. Təşəkkürlər. Bilirsiniz, o xoşbəxt adamdır. Hər gün səhər öz sevdiyi, ən sevdiyi aktyoru görür. Güzgüdə Coşqun Rəhimov. Onunla mənim bir oxşar cəhətimiz var. O da, mən də maskaya gələndə can güdənlərlə gəlirik. Megastar Faiq Ağayev. Hər birinizi xoş gördük detektivlər və burada bizim auditoriyamız. Ümumilikdə şoumuzda 10 maska qalıb. Bugün bu səhnədə
5 maska çıxış edəcək. 2 qarşı durma olacaq. Bir qarşı durmada 2 maska, ikinci qarşı durmada 3 maska çıxış edəcək. Birinci qarşı durmada bir tərəfdə Dəniz, bir tərəfdə Səmən olacaq. Bilirəm, hələ onun vaxtı deyil, hava soyuqdur. Amma bir çoxlar onun üçün darıxıbsa əgər, bizim şovumuzda onun ləzzətini alacaqsınız. Dəniz gəlir! Deniz helale saçlara, oy ay hilal kaşlara. Oxay, gilavar havası gəldi. Bugün nədənsə dənizimiz coşquludur. Gəlin, dənizimizlə yaxından tanış olaq. Hamıya salamlar. Salam Bu aleyküm. yenə də mənəm, sizin Dəniz. Keçən dəfə son səs verməyə qaldım. Amma bu səs vermə məni çox həyəcanlandırmadı. Əmin idim ki, keçəcəm. Heyecanlandırmadı. Çıxışıma da diqqətlə baxdım. Düzünü desəm, heç özümü bəyənmədim. Aha. Yaman dəyişmişəm. Aha. Elə bil quruyan təhərəm, nədir? Nəyəm? Quruyan tər. Bir şeyi anlamıram. Bəziləri dənizə niyə daş atar? Sizə bəyəm deməyiblər ki, dənizlə zarafat eləməyin, təhlükəlidir. Son zamanlar məşhur fikir var. Deyirlər ki, dəniz çəkilib. Bəli, bu həqiqətdir. Amma bu getməyin bir gəlməyi də olacaq. Məsələn, indi gəlirəm. Aha bu rozadır. Hazırsınız? Bu rozadır. Deniz çekilir. Yani burada değil. I want you to breathe me. Let me be your air. Let me rub your body freely. No inhibition, no fear. How deep is your love? It's like the ocean, but devotion. Are you? How deep is your love? It's like nirvana. Eat me harder again. How deep is your love? How deep is your love? Tanıdım.
we go deeper? Let's get deeper. Can we go deeper? How deep is your love? Əla! Çox gözəl. Görəsən, sənin sevgin nə qədər dərindir. Hörmətli detektivlərimiz. Mən tapdım. Hətta Murat, buyurun sizinlə də başlayaq. Olar mən ipuçlarından yola çıxım. Deyir ki, da, son çıxın vaxt zamanlar quruyan təhərəm, çəkilmişəm. Sonra burada nota verildi. Yəni mənlə zarafat eləməyin, təhlükəlidir və s. Daş atırlar mənim ünvanıma. Bu odlu, alovlu, sözdü, söhbətli, dadlı, duzlu xatun ola bilər. Parodiyalar kraliçası. Yox, mən elə xatun demək istəyirəm. Xatun. Yaxşı variantdır. Çəkilib də Yaxşı çəkilib, variant. sınıxıb. Hamı görür onu, gözəlləşib biraz daha. Axı o dedi ki, quruyub, bəlkə arıqlayıb ona Elə görə odur görə da, deyir. onu demək istəyirəm. Hə, mən əvvəl düşündüm ki, Faiq Ağayev, mən istəyərdim ki, siz nömrə haqqında biraz danışasınız. Necə idi nömrə? Baxın, O çıxış, mən rəqslər, zövq aldım. ifa. Mən böyük zövq aldım. Dənizə böyük təşəkkürüm. Bizim xoreografiya ilə məşğul olan mütəxəssislərimizə böyük təşəkkür, rejissorumuza böyük təşəkkür. Dəniz çox yüksək planka yaratdı indi. Növbəti çıxışlar yenə də bax belə coşqulu olmalıdır. Murad maşallah görün necə gözəl Qəlbdən qəlbə yol var, detektivdir. görürsünüz. Bu hərəkətlərinə görə, işvəsinə görə, nazına görə, bax o tamaşaçı ilə ünsiyyətinə görə xatundur. Xatun. Düzdür, mən ilk verilişimizdə Dəniz iştirak eləyəndə Samir Bağırov versiyasını söyləmişdim. Amma bu günləri mən anladım ki, yox, bu kostyumun, bax bu maskanın arxasında xanım iştirakçıdır. Bu coşkunun arxasında dayanan. Bəli. Coşkun. Nə oldu? Coşkun Bey. Coşkun coşturur. O taxtığınız sinənizdəki var. Onu dənizdən götürmüsünüz. Ya. Çox oxşur ha, bənziyir. Coşkun mükəmməldir bugün. Mükəmməl. Alqış Coşkuna. Sizi. Hamınızı öpürəm. Çox sağ olun. Buyurun. O ki qaldı bizim iştirakçımız doğrudan da möhtəşəm iştirak elədi. Doğrudan da dənizə layiq iştirak elədi. Halal olsun həm performans göstərən rəqqaslar, sağ olsunlar. Şounun özü bizi valeh elədi. O ki qaldı, çox sağ olun, varianta, təxminə o ki qaldı. Deməli, mən keçən təxminimdə qalıram. Roza Zərgərli. Devam edin. mən qaldım. Kamilə xanım, Nigar xanım sonra siz. Nə olub danışdın sən? Heç səsi çıxmıyor. Ben Nigar'ın heç səsi Yaxşı, çıxmıyor. qoy bunlar danış. Nə oldu? Nigar Camal, səsinizi eşitək. Hə, eşidəmirəm də səsimi biraz. Çox qəşəng bir nömrə idi. Bu dəfə mən daha çox bəyəndim. Amma keçən dəfə düşünmüşdüm ki, bu Pərvin Əbiyeva. Amma Pərvin Əbiyeva çox başqa cürdür plastikası var. Burada da var da plastika. Və burada belə da var da söhbətə plastika. getdi ki, mən... Ola bilər, plastika ola bilər, hər fərqli bir plastika da ola bilər. İngilis Amma... dili necəydi, İngilis dili? Plastik fantastik, yəni nəyi? Yox, dənizin İngilis dili. Oxudaq da İngilis dilində. İngilis dili necə idi? Pronunciation. Nəyi? O dərmanlı atmayıb, ona görə belə. Necə idi? Yaxşı deyil. Necə idi? Bəyəndin? Bəyəndim. Not Normal. bad, not bad. Çox sağ olun. Təşəkkürlər Nigar xanım. Okey, tamam, mən Əziyyət bitmədim. verdinizsə. Stop. Buyurun. Tak, burada dediniz ki, geriye çəkildi. Geriyə, sonra dəniz qurudu. Bax, qurudu üçün sən nə dedin? Onu Mən yadına sal. düşünürəm ki, bu nanədir. Ya qurudulmuş nanə. Yox, nanə Aqmaliyeva. Sadə nanə. Aparıcı nanədən söhbət gedir. Nanə? Hə, elərdin də qurur nanədən. Yox, Hə, quru də quru nanədən. nanə deyir də, arıqlayıb baxın. Burada insanları Nanə tapırıq. Ağabalıyeva. Aydındır. Təşəkkürlər. Kamilə Babayeva. Ay Dəniz, gözəlsən, ifadə çox gözəldir. Bu ifaya görə və bu performansa görə, bizə yaşatdığın bu zövqə görə birinci növbədə sənə təşəkkürümü bildirirəm. Çox sağ ol. Bilirəm ki, sənə çox ağırdır. Dalğaların orada əməli başlı tuğyan eləyir. Bəlkə də səni yorur orada hələ neft buruqları filan.
biz zövq alırıq. Sənə çətin ola bilər, amma biz səndən zövq alırıq. Bax, buna görə çox böyük təşəkkürlər. Teşekkürler. Və mənim Buyurun. versiyam, demək, birdən ağlıma gəldi. Əslində, ipucuların heç birinə yönlənmədən söyləyəcəm fikrimi. Aha. Mənə elə gəlir ki, bu maskanın arxasında mənim sevimlim, əzizim Dilarə Əliyevadır. Yeni bir Qəşəng yeni bir versiyadır. ad çıktı ortaya. Qəşəng versiyadır. Detektivler, Kimler lazım belki bu de barədə? indi fikirleriniz değişecek. Niye? Ola bilər. Çünkü Deniz özü hakkında iki məlumat verəcək. Biri yanlış, biri doğru. Auditoriya, siz kömək eləyəcəksiniz. Təbii ki, detektivlərə alqışlarla. Və baxaq görək, ortaya hansı adlar çıxacaq. Deniz, xahiş edirik, özün haqqında iki məlumatı ötür bizə. Birinci məlumat, buyurun. Rütbəm var. Nə dedi? Rütbəm var dedi. Rütbəm var. Rütbəm. İkinci Elnarə. məlumat. Rütbə. Dilarə. Ola bilər. İkinci məlumatı deyir Dəniz. Podyuma çıxmışam. Podyuma çıxmışam dedi. Hörmətli auditoriya, o dedi ki, mənim rütbəm var. Sonra dedi ki, mən podyuma çıxmışam. İkinci versiyanı auditoriya daha doğru bilir. Siz necə bilirsiniz, daha inandırıcı bilirlər. Siz hansını fikirləşirsiniz? Kamilə sizlə davam eləyək. Əgər rütbə bəli. versiyasına getsək, yönlənsək, Elnarə ola bilər. Xəlilova. Xəlilova. Elnarə Xəlilova. Hə, amma bilmirəm. Demişdim də dəyişəcək. Aycan. Aha, Nigar, buyurun. Qırğın. Nərmin Kərimbəyova ola bilər. Nərmin Çünki Kərimbəyova. bir dəfə mənim verilişimdəydi. Onun Və rütbəsi var. demişdi ki, ya mayoru idi, ya leytenant idi, ya da neydi. Demək Nəsə belə bir Nərminin şey də var rütbəsi idi, varmış. Bəli, o da Sərhəd Xidmətinin orkestrində ifa edir. Bu ona Azərin görə. də ola bilər ha, Azərin. Ola bilər. Onun da rütbəsi var. Azəri. Bəli. Murad Yəni, Arif onlardan biri mikrofonu ola bilər. götürür, qoyur, Hansı götürür, bəlkə qoyur. həkimlərdəndir. Murad, buyur. Mən elə hər şeyi götürüb qoyuram. Mən təkcə mikrofonu yox. Götür Hal-hazırda qoy Murad. götür-qoy Hansı elədiyim, Murad? Götür qoy Murad. götür-qoy elədiyim bir çox məqam var. Rütbə məsələsində Fidan Hacıyevanı da gərək düşünək, bizim Carmeni. Bu iposu da yaraşır. Müğənnilərdən danışırıq. Bəlkə Başqaları moda da ola bilər. aləmindəndir. Fəxriyə Xələfova, Gülnarə Xəlilova. Leyla xanım da ola bilər. Yox. Bir dəqiqə üzr istəyirəm. Mən bir ayaqqabılarına baxa bilərik Bəlkə dərisi. podiuma deyil. Birdən kişi ayaqqabısı falan olar yəni. Amma, Onu neyniyərik? amma ağ olduğunu gördük. Ağ rəngdə olduğunu gördük. Amma Dəniz bizi qarışdırdı ya. Tamam Çox qarışdırdı. qarışdırdı. Çaşdıq qaldıq. Əgər Murad, bunun son versiyanız. rütbəsi varsa niyə kirayə yaşayır? Belə qəribə o da var. suallar Keçən fikirləşirəm. dəfə də bu söhbətlər kirayı. Əgər bu xatundursa, xatunun qəzaya düşməsi haqqında heç bir məlumatım yoxdur. Onda belə çıxır ki, xatun podiuma çıxıb, bəlkə hansısa klipində çıxıb podiuma. Yaxşı, son olaraq son təxminləriniz. Başlayaq elə sizlə Kamilə xanım. Hələ ki elə bayaq söylədiyimdə qalım. Mən hələ ki deyirəm Dilarə Əliyeva. Dilarə Əliyeva. Çox sağ olun, təşəkkürlər. Nigar, Nanə. Murad Arif, Xatunda qalaq. Xatun, Coşqun Rəhimov. keçən təxminimin üstündə dayanıram Roza Zərgərli. Və Faiq Ağayev. Ya Xatun, ya Dilarə Əliyeva. Dilarə Əliyeva nəyə görə ağlıma batdı o versiya? Çünki ilk efirdə Dəniz çıxanda yalan doğrularda söylədi ki, qəzaya düşmüşəm. Və mən Dilarə Əliyeva versiyasına ona görə daha yaxınam, amma Xatun da ola bilər. İkisindən biri. Təşəkkürlər, minnətdarıq detektivlərimiz. Dəniz, buranı dalğalandırdın. Zövq aldıq və gəlin Dənizi yola salaq. Yormayaq. Can gidənlər gəlsin. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Dəniz maskası arxasında kimdir? Biri
birinci qarşıdurmanın ikinci maskasını dəvət edəcəyik. Keçən dəfədən bu dəfəyə boy atdı. Gələn dəfə deyəsən təpi atacaq. Sansay, Səməni gəlir! Könüldü de. Ya da ilaçkadır. Ya da. Gəlin Səməni ilə yaxından tanış olaq. Həcmi, dostlar. Bu yenidən mənəm. İşıqlı və nəmli şəraitdə daha yaxşı cücərən Səməni. İşıqlı nə? Nəmlənmiş şəraitdə daha yaxşı Bugün ən cücərəm. optimal formamdayam. Bəli, əynimdəki formanı nəzərdə tuturam. Necə? Zövqümü bəyənirsiniz? Deyəsən ilaçka deyil. Səməni hər tərəfli bitkidir. Mənim halvam da olur, şirəm də. Şirəmin tərkibi demək olar ki, 70% xlorofildən ibarətdir. Həmin xlorofil hansı ki, bizim qanımızdakı hemoqlobinə bənzəyir. Bu da qanın oksigen daşıma qabiliyyətini artırır. İlhamə. Sözün qısası. İlhamədir bəlkə. Səməni şirəsini için və daha sürətli qərar vermə bacarığı əldə edin. Bu kimdirsə diyetologdur. Diyetolog. Amma inanmıram, səməni şirəsi sizə məni tapmaqda kömək olsun. Ondansa bu dəfəki mahnıma qulaq asın. Günay. Hansı Günay? Zarun yoldaşı. Elimi tutandan yüreğimi bitirdim, bitirdim. Onu kalbimin evine getirdim, getirdim. Sana gönlümü bil ki kurban keserdim, keserdim. Kanımda sevgimi, eksini görerdim, görerdim, görerdim. Bir defa atmasan otlar, öyle yandırmasan sevmeden bir daha. Bir defa atmasan otlar, öyle yandırmasan sevmeden bir daha. Sana gönlümü bil ki kurban keserdim, keserdim. Kurban keserdim. Kanımda sevgimi, eksini görerdim, görerdim, görerdim. Bir defa atmasan otlara, öyle yandırmasan sevmeden bir daha. Bir defa atmasan otlara, öyle yandırmasan sevmeden bir daha.
Dəyərli detektivlər, necə idi trek? Hər bir maska üçün xüsusi bir trek hazırlanıb. Maska Show'da. Mən bu mahnını belə aranjmanda mən ha səhnədə olan adam heç təsəvvürümə gətirə bilməzdim ki, bu mahnı bu bilirsiniz də əslən Özbək mahnısıdır. Onun bu aranjman, kosmik aranjmandır. Nə gözəl ifa idi. Gözəl, çox gözəl. Nə gözəl nömrə idi. Biz burada bilmirəm nəsə bir Elə bir Tibet nəsə psixoterapiya seansı keçmiş kimi olduğu elə sakitləşdirdi bu bizi. Elə gözəl emosiyalar verdi. Bravo. Teşekkürler Kamile Hanım. Hələ rəqs edirsiniz. Ay bir vəfa, atmışsan oldulara, elə yandırmışsan, gezmərəm. Ay maşallah, Yandırmışsan, sevmərəm bir daha. Teşekkürler. Murad Arif. Əzizim ağa, artıq bir neçə buraxılışdır ki, səməni şəxsən mənim üçün şəxsi məsələyə çevrilib. Mən bildim sən bayatı deyəcəksən. Əziziyəm ayağa. Əzizim ayağa, bu nə oyun ayağa? Gəlmişəm bu maskaya. Hə, bax, Bu çıxışlara baxmağa. indi ağlımdakı bu çıxışlara baxmağa. Səmənini Ay tapmağa. səməni, ay səməni. Bax, ağlımızda olan adlarla bir dəfə mahnısı indi düz gəlmir. Qaldım bax belə, yəni hansı təzyiqlə İlahə Şıxlinskaya və yaxud Könül Arif qızına bir vəfanı oxutmaq olardı ki, hansı təzyiqlə, şantajla mı, nə bilim zorla mı? Amma sən deyim, bu aranjmanla özləri qaça-qaça oxuyardılar. Aranjman Murad. zor aranjmandır. Mən bir şey var, səməni niyə biraz şərq fəlsəfəsinə yaxın səmənidir? Tibet Elə bil falan, Tibetdən hə. gəlmiş səmənidir. O gəzməyi çox sevir. Səyahət etməyi çox sevir. Tamam, gəlin burada zarafatları saxlayaq. Səməni intellektualdır və bunu da bizə ötürməyə çalışır. Ki, mən 100 sözə 100 cavabım var. Burada əlaçı verilişinə eyhamdır da, başa düşürsünüz də. Eynən. Daha sonra, ümumiyyətlə, ağıllı danışmağı sevir. Və bu ona yaraşır. Bizdə show biznesə hamı ağıllı danışmağı Amma sevirdi. Murad, biz Show kim? business, Hə, show business. bəli. Bax, show businessdə isə ağıllı danışan adamlar demək ki, buradadır. Aramızda biri çatışmır. Akademik. Aramızda biri çatışmır, o da Nura Suri. Show business'ten danışırız. Evde maska arkasından danışırsınız. Nura Suri. Yəni, ağıllı danışmaq mən show bildim, business. Ola bilərək. Ola Səməni bilər üçün də, hə, deyirsən. hə. Ola bilər. Gör söhbəti hardan gətirdi, hardan birləşdirdi ya. Coşkun Bey, mikrofonu götürmüsünüz, davam edin danışmağa. Davam edeyim də, Necə bu idi? Baxın, istər- ahını sizi haralar apardı, hara İstər getdiniz, Tibet gəldiniz. olsun, istər Özbəkistan olsun, istər Türkmənistan olsun, istər... Amma bugünkü bu Səməninin çıxışı doğrudan da bizi valeh elədi. Sən bu mahnını, Səməni, həqiqətən də əgər biz səni saxlayırıqsa Səməni, sənə halal olsun. Səni cücərdiriksə sənə halal olsun. Aranjman çox gözəl, çıxış çox gözəl, ifa çox gözəl. Bu müğənni deyil, bu aparıcıdır. Birazdan bizə deyərsiniz kimdir? Deyəcəm, ağa, deyəcəm. Amma Maraqlıdır. çıxışın möhtəşəm idi. Möhtəşəm idi. Teşekkürler. Kamilə Babayeva. Muradın fikrini əgər davam eləsək ki, bu ağıllıdır show biznesdə, deyək ki, öz fikrini, öz düşüncələrini səliqəli şəkildə ifadə etməyi bacaran və yaxud da ki, və s. və ilaxıra, mənim ağlıma bir ad da gəldi. Demə hələ. Deməyim? Disün. Deməyim? Deyə bilərsiniz Kamilə xanım. Gəlsin. Mənə qorxudurlar ya ola Deyil, burada. deyil. Mən hələ də düşünürəm ki, bu Deyil, İlahə kim? Şıxlinskayadır. Amma niyə mən orada tərəddüd edirəm? Çünki İlahə bu qədər zaman maskada qala bilərmi?
onu çox yaxından tanıdığım üçün biraz o məni düşündürür ki, onun çox da belə ya bağlı yerdə qalmağa, ya ümumiyyətlə insanlarla biraz kontaktda olmaq kimi bir fobiyası var. Bəli, bəli. Tamam. Ona görə bilmirəm, Aycan. Maskada da rahatdır Kamilə xanım. Səməni çıxışına həpçi səsi ilə başladı. Təkcə bir. Yəni O allergiyası var. həpçi eləmədi və həcmi dedi. Məncə Başlayanda, deyiş başlayanda necə deyirlər? Kama davam et, Həcmi. rica edirəm. Demək, bu versiyamda qalıram. Eyvallah. İlahəni hələ də düşünürəm, amma bir qədər tərəddüdlərim var, amma o tərəddüdlər çox da öz üzərində qalmıram. Bu dəqiqəyə ağlıma daha bir ad gəldi. Bəlkə bu maskanın arxasında elə Tünzalə xanım Ağayevadır. O da! Bu ad deyilməmişdi. Xoşlayır ağıllı, Bu ağıllı, gözəl ağıllı düşüncələrini bölüşməyi. Niyə də Bu yox? ad deyilməmişdi. Təşəkkürlər Kamilə xanım. Nigar, Bir oxuyur ki, bir vəfa, bir vəfa. Bəlkə adı vəfadır. Bəlkə Vəfa Vəfa Zeynalova ola bilər, Zeynalova. aktrisa. Vəfa... Vəfalardan kim var? Vəfa Şərifova mən bilirəm. Okey, Vəfa Şərifova ola bilər, məsələn. Mən bilmirəm. Vəfa Zeynalova da ola bilər. Vəfa Vəfa Şərifova. Zeynalovaya bənzəmir. Amma Sonra- Vəfa Cəmrəqvay. gəlin sizə bir Bəlkə oxudu balaca. nə dərzə. Səməni, özün haqqında 2 məlumat ver. Birinci məlumat, buyur. Diplomum sizə iynə vurmağa imkan verir. Nəyi vurmağa verir? Diplomum sizə iynə vurmağa imkan verir. İkinci məlumat, ABŞ prezidenti ilə şəklim var. ABŞ prezidenti ilə şəklim var dedi. Auditoriya, gəlin onlara kömək eləyək. O dedi ki, mənim diplomum iynə vurmağa imkan verir. Sonra dedi ki, ABŞ prezidenti ilə şəklim var. Birinci versiyanı daha çox təsdiqlədi auditoriya. Buyurun Nigar. Okey, tamam. Bəlkə prezident Trumpla şəkili var, amma süni intellekt var indi. Heç kim bilmir Və bunu da. yaxud da ki, Madam Tüssonun O demədi, adam. Ha, O demədi, çoxlarını Donald Trump çəkir oradan var. çəkmədi. Sonra ikinci dedi ki, iynə nəsə. İynə bəlkə Yəni sözlə eləmək. ya sözlə belə eləmək. Ha, Nə deyirlər maraqlı. ona? Ha, yəni Yanaşmadı. bəlkə Amma dedi axı diplom, mənim diplomum imkan verir ki, sizə iynə vurum. Show biznesdə elə adam var ki, məsələn, siz xəstəndə zəng vura bilərsiniz ki, mənə iynə Gəl vur. vur, Var belə gəl. adam. Nigar, bəlkə də Yox. tibb bacısıdır. Niyə Kimsə də var yox? belə adam? Bəlkə onun bir Flora diplomu Kərimova. var, tibb bacısıdır. Flora Kərimova həkimdir də. Amma belə Coşqun bəy, olub sizdə belə hekayə? Yox, olmuyor. Nə olub ki belə? Məsələn, Faiq Ağayev Yəni həkimdir. mən vururam, Baxın, cəmaata. ətrafda əgər mənim tanışlarım, yaxınlarım arasında kimsə nasazlayır, kimisə səhhəti biraz əgər nəsə özünü yaxşı aparmırsa, mənə yığırlar. Çünki birinci natamam təhsilim həkimdir axı. Məsləhət görüm, iynə də vura bilirəm. Hoppa. Ona görə əgər diplomu imkan verir ki, iynə vursun, gəlsin master klasa, gəlsin ustad dərsinə öyrədim necə onu Səməni, sizə söz at. ruhu incitmədən necə iynə vurmaq olar. Ağa, əgər diplomu bizə həm də iynə vurmağı İmkan verirsə. imkan verirsə, mənim bildiyimə görə bundan əvvəl düzdür başqa bir maska arxasında olan kino fərziyəni söylədilər. Dənizdən Səhv söhbət etmirəmsə, Nanə Ağamalıyevanın təhsili məhz tibbdir, ilk Stomatoloji. təhsili. O stomatoloqdur, O bəli. iynə Diş vura bilər həkimidir, də bəli. hər halda. Yəni birdən-birə o da bədən quruluşu, əlləri, yəni o səməni biraz rəqs eləyəndə əllərin incəliyi filan da ora da apara bildi bu dəqiqələrdə. Dostlar, Doğrudan detektivlər. da. Mən üzr istəyirəm, Nanə bu- də axı yaşıl rəng də olur nanə, hə? Bəlkə o Nanə də doğrudan ona da- bitkidir, səməni də bitkidir. Hə, mən onu deyirəm. Mən də. ağa Çox icazə zəruri ver bizə. bu. Buyur Murat. İpuçları haqqında mən də fikir bildirim. Nigulya xanım çox doğru vurğuladı. Nigulya xanım. Çox doğru. Bəli. Çox doğru vurğuladı. Sən yanmatan deyəndə olar, bu Nigula deyəndə olmaz. Nigulya xanım, biz hardayıq indi? Biz indi göstərəcəyik. Koordinatları zəhmət olmasa, koordinatları. Baxın, burada doğrudan da bizə üzünü tutub deyir ki, diplomum sizə iynə vurmağa imkan verir. Yəni siz, əziz detektivlər, mən bir filolog kimi, danışan adam kimi, aparıcı kimi sizə iynə vura bilərəm. həkim veriliş Hazır aparır. cavabam. Təhsilim də var. Bəli. Bu mövzudur, bəli. Nigulya xanım açdım mövzunu biraz Nəsə daha. açdın, amma yəni davam et. Sonra hə. gəl bağlayım. O birisi ipucu nə idi? Sonra dedi ki, prezidenti ilə şəkli var. Bəli. Bu cəfəngiyatdır. Azərbaycanda heç bir məşhur, heç bir Amerika Birləşmiş Ştatlarının prezidentlə şəkili olmuyor. Emin bəlkə süni Ağalarvan intellektlə, olmuşdu. bəlkə süni intellektlə Emin hazırlayıb Ağalarvan paylaşır. Süni intellekt belə də nə bilim o biraz
qeyri-ciddi O mövzudur. deyil. O biraz qeyri-ciddi mövzudur. Bilirsiniz nə fikirləşirəm? Bizim ki, ötən buraxılışlarımızda belə bir hal var da, səhnədə ifanı zəif, bilərəkdən zəif oxuyub, amma maskanın arxasında güclü bir səs çıxıb da. Bəli. Çox Nərbalanı hamı Ay xatırlayır. sağ ol Nərbala. Səməni iki oyundur ki, bizi şəxsən məni Çaşdırır. İlahə və Könül Arif qızı arasında düşündürür. Yəni bacınız haqqında. Bəli və ifasında da vokal anlamında belə deyək də özünü göstərmir. Ona görə də mən çaşıb qalmışam. Səməni niyə misal üçün Natavan Həbibi olmasın ki? Özü haqqında danışanda Murad, sən bilmirəm fikir verdiniz, vermədiniz. Dedi ki, sağlam həyat tərzi sürür. Şirələr sıxıb içir, sağlam qidalar. Aha. Bu bəlkə də həkim Yox, verilişinə aparan. inanmıram. Kim? İnanmıram. Ya Günaydı ya da İlhamə. Günay Aha. Zaur, Günay Zaur. Ya Günaydı ya da İlhamə. O da ola bilər. Ya Günaydı ya Zaurdur. Aha. Yox, İlhamə. Ya Zaurun günayıdır. Ya da Günay Zaur. Günayın Ya Zaurdur. da ikisidir orada. Mənə elə gəlir ki, çox gözəl versiya Muradaddır. Versiya da ondan ibarətdir ki, bilə-bilə vokalını gizlətmək, amma hətta bax o pıçıltılı oxumağın arxasında peşəkarlıq hiss olunurdu ya. O pıçıltılı vokalı da belə idarə etmək üçün insan Özü gərək rahat. bacarığı ola. Ona görə Rahat. Natavan versiyasına çox inanıram. Mənim də versiyam qoyulsun Elnarə Xəlilova. Əla. Çox gözəl müzakirə getdi detektivlər. Mən istəyərdim ki, sonda hər biriniz bir ad deyəsiniz, təxminləriniz. Başlayaq elə Coşqun bəy sizdən. Könül Arif qızı. Könül Arif qızı. Kamilə Babayeva. Madam ki, elə ictimai televiziyanın adları ilə davam eləyirik, o zaman mən də deyim İlahə Şıxlinskaya. Buyurun, Faiq bəy. Mən elə Elnarə Xəlilova deyim. Elnarə Xəlilova. Təşəkkürlər. Nigar Camal. Zaurun günahı olsun. Zaurun günayı. Mən Faiq Ağayevin versiyasına bir dəstək vermək istəyirəm. Burada izahlarda səməni xlorofil, qan bu mövzuya toxundu dəfələrlə. Elnarə yeri gəlmişkən qan qrupunun solisti idi. Faiq bəy bunu öz Həm də filoloqdur, dilləri bitiribdir. universitetini bitirib. Yalnız bax o iynə vurmaq məsələsində də eyni düşür. Mən isə sırf Maskanın redaktorlarına təşəkkür edərək onların məni necə İlahə Şıxlinskaya və Könül Arif qızı arasında saxladıqlarını sadəcə olaraq alqışlayıram. Və hələ ki məni bu iki xanım arasında yönləndirirlər. Məni belə salıblar tora, belə kələyə gətiriblər. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Səməni maskası arxasında kimdir? Birinci qarşı durmanın sonuna gəldik, çatdıq. Birazdan ən heyecanlı anları yaşayacağıq. Səs verməyə keçid alacağıq. Amma səs verməyə keçid almaq üçün Səməni burada, Dənizi dəvət edirik. Ölkənin ən sirli şousu Maska Şovu davam edir və biz səs verməyə keçid alacağıq. Səs verməni isə auditoriya edəcək. Amma auditoriya təbii ki, bizim detektivlərimizin məsləhəti var. Kimi? Dəyərli detektivlər, Faiq Ağayev, Kamilə, Coşqun, Nigar və Murad. Kimi məsləhət edirsiniz ki, növbəti mərhələyə keçsin? Az səs toplayan, bir daha qeyd edirəm, az səs toplayan növbəti mərhələyə keçid alacaq. Buyurun Murad, sizdən başlayaq. Məsləhətli don geniş olar.
Valla mən bir şey deyim, uşaq kimi bir təzə həvəslik hissiyatı var məndə hal-hazırda. O ki, xatun versiyası bugün ağlıma gəldi. Tez istəyirəm ki, onun təsdiqini çıxarım da. Yəni, ya təsdiqli ya da inkarına gəlim çıxım. Ona görə də mən hesab edirəm ki, gəlin biraz dalğalandıraq, həyəcanlandıraq Dənizi. Dəniz geçsin növbəti səs verməyə. Növbəti, yəni gözləmə zalına. Maska çıxarmağa namizəd olsun, açıq deyil. Hə də, hə. Bugün istəyirəm ki, Dənizi çıxaraq. Öyrənək ki, Dəniz kimdir? Bu sirli, məşhur kimdir? Buyurun Nigar. Belə danışırdıq, baxıram ki, Dəniz belə həvəslənib, xoşbəxt olub birdən deyir, çıxardaq! Bircə saniyə, Nigar. Muradın səsi idi o. Təxminən. Muradın səsinin parodiyası. Mən maskaya gəlsəm, mən heç vaxt tapa bilmərsə, onu bilin. Hoppa. Hitmaker də axı. Bəli. Nigar, buyurun. Buyurun, Nigulya xanım. Kimi növbəti mərhələyə aparsın auditoriya? Mən bir şey görürəm. Axır ki, nəsə. Deməli, Dəniz çox belə şıltaq xanıma oxşayır. Belə dalğalı, belə şirin. Və Səməni də çox sakitdir, çox sakit durur. Belə bir bezib maskada durmaq. Amma mən istəyirəm ki, Səməni qalsın. Səməni qalsın, növbəti mərhələyə keçid alsın. Coşqun bəy, kimi məsləhət edərdiniz? Mən bu oyunda, indi bu məqamda neytral qalmaq istəyirəm. Amma qalmayacağım, çünki birinci sizi tərifləyib, sonra birinizi getməyini dilimə gətirəcəm. Coşdurur. Coşqun Dənizi coşdurur. Coşqun, sən də tufanla oynama, dəniz kimi coşma gülüm. Valla ikisi də maraqlı idi. İkisinin də bugünkü çıxışları doğrudan ürəyimizə yağ kimi yayıldı. Valla Dəniz özünü maksimal dərəcədə istəyir ki, göstərsin, istəyir ki, hansısa bir tanınmışın adını biz çəkə bilək. Amma Səməni o qədər özünü gizlədir ki, o qədər peşəkarcasına gizlədir ki, mən istəyərdim Səməninin üzünü görüm. Səmənin üzünü görüm. Yəni, Dənizin növbəti mərhələyə keçməsinə səs verirsiniz. Buyurun, Kamilə xanım. Yox, Səmənin üzünü hələ ki görmək istəmirəm. İstəmirsiniz? Yox. Dənizin görmək istəyirsiniz. Aydındır. Faiq Ağayev. Onda mən də deyim Dəniz. Ki, Dənizin bax o məharətli insanın kimliyini öyrənək. Növbəti mərhələyə yoxsa maskasını açılmasını istəyirsiniz? Açaq maskasını görək ki, bu məharətli insan kimdir. Auditoriya. Eşitdiniz, 4-1. Amma siz səs verəcəksiniz. Əgər siz Dənizin maskasının açılmasını istəyirsinizsə, A düyməsini sıxacaqsınız. Əgər siz Səməninin maskasının açılmasını istəyirsinizsə, o məşhuru tanımaq istəyirsinizsə, B düyməsini sıxacaqsınız. Uğurlar sizə. Ətəbilikdən başlayın, qutarın. Səs vermə, başlasın. Maraqlıdır. Görəsən, auditoriya kimin simasını görmək istəyir? Hansı maskanın arxasındakı məşhuru tanımaq istəyir? Çox səs toplayan gözləmə zalına, yəni maskanı açmağa namizəddir. Az səs toplayan növbəti mərhələyə keçid alacaq. Stop! Səs vermə, dayansın. Bu andan etibarən səs vermirik. Mənə nəticələri deyəcəklər. Kim növbəti mərhələyə gedir? Kim az səs toplayıb növbəti mərhələyə gedir? Kim çox səs toplayıb maskanı açmağa namizəddir? Kim Səməni növbəti mərhələyə keçid alır? Yoxsa Dəniz? Dəniz? Səməni? Dəniz Səməni, Dəniz Səməni. Kim növbəti mərhələyə keçid alır? Dəniz yoxsa Səməni? Diqqət! Növbəti mərhələyə keçir. Səməni! Səməni növbəti mərhələyə keçid alır. Dəniz, siz isə gözləmə zalına, siz ola bilər ki, bugün maskasız burada çıxış etdiniz. Hər ikinizi yola salırıq.
Şounun ikinci mövsümü davam edir və biz ikinci qarşıdurmaya keçid alırıq. İkinci qarşıdurmada yad planetli çıxış edəcək, dönər çıxış edəcək, pişik gələcək. Səsləri eşidirsiniz? Yoxsa ancaq mənə gəlir o səs? Bir dəqiqə o məni idarə edir. Deyir ki, məni elan elə, yad planetli gəlir. Gəlin, yad planetli ilə yaxından tanış olaq. Salam dostlar. Yad planetli sizdən siqnal alıb yenə görüşə gəldi. Siz mənim nəqliyyat vasitəmə boş qap deyirsiniz. Amma o boş deyil, onun içində mən varam. Bir də ki, mənim nəqliyyat vasitəm sizin Formula 1 bolidindən də sürətlidir. Sizin planetinizdə vaxt tez uçur ifadəsini çox sevirlər. Əslində isə zaman anlayışı planetdən planetə dəyişir. Məsələn, mənim indi 3 ay para yaşım var. 3 ay para 28 2-yə bölünür. 3-ə 42 yaş. İkisidir. Bu istiqamətdə nəyəsə nail olub səs ala bilməyəcəksiniz. Hörmətli auditoriya, mahnı vaxtı xahiş edirəm. Beyin dalğalarınızı səssiz rejiminə qoyun və mahnından zövq alın. Beyin dalğalarını səssizlikdə. Niyə səssizə? Səssizlik, beyin dalğalarını. Niyə səssiz? Hayda, buralar nə qəşəngdir. I'm gonna put on the iron shirt and chase Satan out of first. I'm gonna put on the iron shirt and chase Satan out of earth. I'm gonna send him to outer space to find another race. I'm gonna send him to outer space to find another race. I'm gonna send him to outer space to find another race. I'm gonna send him to outer space to find another race. Oh yeah. I'm gonna put on the iron shirt and chase Satan out of earth. I'm gonna put on the iron shirt and chase Satan out of earth. I'm gonna send him to outer space to find another race. I'm gonna send him to outer space to find another race. Oh yeah.
Murad, necə idi nömrə? Baxırdın, izləyirdin, hətta zövq alırdın. İstəyirdi bir balaca çıxışdan danışasan. Ay, belə simpatiyanı açıq bəlli etmək yaxşı deyil, amma mənim mesajlar gedir. Ən xoşladığım personajdır. Ay, sevimli yad planetli. Niyə sevimli dedim? Mən elə gəlir ki, sən sadəcə olaraq məşhur deyilsən. Sən mənim üçün şəxsən, mənim üçün sevimli birisən. Özüm elə gəlir ki, sən hətta Görəsən Murad. kim? Murad. Açım. Kim? Açması. Kim? Sənin duet ortağındır. İndi deyirəm, gəlirəm. Bilmirəm siz kimi əğz edirsiniz, amma mənə elə gəlir ki, ulduzları görə gələn, nəinki burada, hətta dünya ulduzları ilə müəyyən layihələr çərçivəsində dəhlizlərdə, səhnə arxası, ünsiyyəti olan, Formula 1 ilə əlaqədar olan, özəlliklə belə nəğmələri sevən, biz axı qaraja aparmışıq bir yerdə. Çox zaman buradakiları bəyənməyən, mən aydan gəlmişəm, mən başqa planetdənəm. Mesajını göndərən Hüsniyyədirmi bu? Xəbərsiz Amerikadan gəlib mənə də demir. Çox maraqlı bir versiya. Hüsniyə Məhərrəmova dedi. Murad, bu olsa, yəni sənin dediyin versiya təxmin doğru çıxsa, yəni mən şokda qalacağam. Çünki bu günlərdə görüntülü, nə bilim, onda bəlkə də yalandan eləyir bunları. Yəni mən şokdayam doğrudan da bu dəqiqə. Görüntülü danışıb səndən. Coşqun bəy. Görüntülü yox, yəni bir video filan atmışdı ki, bizdə Coşqun bəy, bilmirəm belədir. sizin Ağ üçün evin qarşısındaydı. Ağ evin qarşısındaydı görüntüdə. Hardaydı? Keçən il Eldar da belə eləyirdi, çaşdırmaq Yaxşı, Hüsniyəni yaddan çıxardın. Xahiş edirəm, Hüsniyəni yaddan çıxardaq. Coşqun bəy, bilmirəm Yox, sizin yəni üçün bu bu proyekt. ipucudur yoxsa yox, kəllə vurur. Bayaqdan mənə kəllə vurur. Kəllə vurur. Hüsniyə vurar. Bu çox Başı da bərkdir. Hoppa, nələr baş verir orada ağa. Ay, evli adamsan. Hər şey belə başlayır. əməlli başlı. Buyurun. Mən Ona Yox. xüsusi olaraq məhz onun üçün Sən- yaşıl Qoy mən giymişəm deyim, bugün. sonra sən deyirsən. sən mən. Murad Ağa bir əldən təxmini gedir. dedi. Buyurun Coşqun, sizin davam Allah edin. əldən gedir. Mən yəni bu çıxışı yenə deyirəm, çox bəyəndim. Çox əladır. Bilmirəm kimin mahnısıdır, nə mahnıdır, amma çox gözəl ifa tərzi var. Anlatmağa da çalışdı, amma bu Azərbaycana hələ də qonaq gələn, çoxdan qonaq gələn, burada puxtələşən, burada tanınan, hətta fəxri ad alan Mananadır. Manana! Kimdirsə, mən düşünürəm idmanla məşğuldur. İdman? Arıq bir insandır, çox plastik bir insandır. Sakit, heç sakit də deyil ha deyim sizə. Heç ha. Dayanmır, Sakit dayanmır. deyənə bilmir o başı Dayanmır, ilə. fikir verin. Vallahi. Hə, və mən düşünürəm çox böyük bir zarafatçıdır. Və kimi ola bilər? Kim ola bilər bizdə? Maraqlı sualdır. Belə zarafatçı olan insan show biznesdə kimdir? Belə dəyişən. Bizdən soruşsan. Valla mən hələ təxminimin üzərində dayanıram. Məsələn, Güclə tapıram oğlan bunu. olsaydı deyərdim Samir Cavadzadə. O yerində dayansaydı. Amma Biz bilərdik kimdir. bəlkə Hüsniyyədir, əslində Hüsniyyəyə oxşayır. Oxşuyur. Hə, həm gözü Saç belə. düzümü Hüsniyyədir. Kopya. 3 ay para yaşım var. Ay əgər 28 gündürsə, ay para 14 gündürsə, onu da 3-ə vurur 42 yaş alır. Yox, 45. 42. Niyə? Ay 30 gündəndir. 14-ü 3-ə vurursan. Ay, Yo. Ayı. ayı. Ha, o qısadır. Ay. 28'dir. Ay. 28'dir. Yo, bəlkə o bizim ay paran ayı deyir. Bir ayın parası. Yo, bir ay para. Tamam 15, 15, 15, 45 də düşünək Ay də. 42'dən 45'ə. Yo, bir dəqiqə. Bir Beşinə də deyir, ayı. şey ver. Deyir bir ayın parası. Bəlkə para, yəni puldan danışır. Əgər Murad dediyi kimi formula ilə əlaqəsi varsa, bəlkə Samirə əfəndidir, ağlıma o gəldi. Yes. Amma daha çox nəyə görəsə mən bugün bizim yad planetlini hissə bənzədirəm. His! His? Çox maraqlı. Amma his ola bilər əslində. His həyatda da belədir, belə. Sakit durmur axı. His yox, his. His. Ağa, bir də
formula versiyasına geri dönüş edeceğim. Azərbaycanda formula günlərində himnimizi oxumuşdu Səbinə Babayeva və Hoppa. ötən verilişdə ötən proqramlarda qeyd elədiyim Aysel Mamedova. Yox, onlar deyirlər. Dəqiq onlar deyirlər. Faik Ağayev. Bax bu şirin, gözəl yad planetli ya Səmra ola bilər. Ya da ki Natavan Həbibi. Yine adlar. İndi birazdan yine fikirler dəyişəcək. Yeni adlar çıxacaq ortaya. Bilirsiniz niye? Çünkü özü hakkında iki məlumat verəcək. Doğru ve yanlış məlumatı. Auditoriya kömək eləyərsiniz detektivlərimizə. Beləliklə, iki məlumat. Birinci məlumatı söylə bizə yad planetli. Bir dəfəyə 30 xınqal yeyə bilərəm. Bir dəfiyə 30 xıngal yeyə bilərəm dedi. Hüsniyə! İkinci məlumat. Reperlə duetim var. Reperlə duetim var dedi. Auditoriya o dedi ki bir dəfiyə 30 dən xıngal yeyə bilərəm. O mənəm. Aranızda yiyən bilən varsa əl çalsın. Burada hamı xəngəl yiyəndir. Sonra dedi ki mənim reperlə duetim var. Bütün auditoriya yekdi şəkildə dedi ki ikinci məlumat daha doğrudur. Hə, buyurun yeni adlar ortaya çıxsın Murat. Məsələ burasındadır ki bizim hörmətli auditoriyamız bir dəfəyə 30 xınqal məsələsində yalnız Aşıq Tellini nəzərdə tutur. Amma mən onun dostuyam. Mən bilirəm ki Hüsniyə bir dəfəyə 30 xınqal yeyə bilər. Yəni Olub belə, bu yeyib ehtimal. yalnız da. Yəni qurmandır da. İnsan xoşlayır, özü də belə çox yeməyi Yaxşı sevir. görək. 30 dənə yeyən qurman deyil, qaranquludur. Faik bəy, sizin niyə bizlə belə düşmənçiliyiniz var? Mənim niyə səndən düşmənçiliyim olsun? Amma sözün düzünü deyərlər də 30 dənə 30 dənə xəngəl yeyən insan qurman deyil, qarınquludur. Humanoidin də xoşuna gəlmədi bu məqamda. Yad planetli. Xəngəl istəyirsə qəlbimizi qırdılar. Heç tanımırıq xəngəli. Deyir bilməm. Tanımırsan xəngəli. Buyurun, davam eləyək. Əziz həmkarlar. Buyurun Coşqun bəy. Gəlin mənim sözümə qulaq asa. Bu xinkal yeyən mananadır. Amma baxın, o dəfə də dedim efirdə, Coşqun bəyin sözünə qüvvət. Sən hamı kimi deyilsən, aydan yerə mi gəlmirsən, manana mahnısıdır. Dəyərli detektivlər, gəlin belə eləyək. Sadəcə bir ad çəkirsiniz. Coşqun Rəhimov. Mənənə. Manana. Şamilə Babayeva. His. Faik Ağayev. Natavan. Natavan. Nigar Camal. Ayşə Alizadə. Murad Arif. Hüsniyə. Gəlin yad planetimizi göndərək, yormayaq ona. Dərin təşəkkürlər, buyurun. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Yad planetli maskası arxasında kimdir? İnanırsınız, biləndə ki bugün o burada olacaq. Səhərdən heç nə yeməmişəm. Gəlsin, amma tez gəlsin, dönər! Dönəri tanıyaq, tanıyaq.
Salam, hörmətli dönər sevənlər. Daha dəqiq desəm, gənclər. Hamı bilir ki, mənim cavanlar naram daha yaxşıdır. Hətta 15 ilə yaxındır ki, mənə bir titul da verilib. Bir nömrəli ayaqüstü yemək. Bir nömrəli ayaqüstü. Dönəri varlı da sevir, kasıb da. Mən sosial ədaləti bərpa edən yeməyəm. Görəsən detektivlərimiz mənlə yaxın münasibətlərini etiraf eləyəcəklər? Yoxsa sağlam həyat tərzi adı altında gizlənib mənlə tanışdıqlarını danacaqlar? Aha, nə deməkdir görəsən? Çox heyf ki, toylarda dönər verilmir. Verilsəydi, siz heç təsəvvür edə bilməzdiniz ki, onu necə təntənəli təqdim etmək olardı. Bilirəm, indi ağzınız sulanacaq. Toylara Çünki getmir. səhnəyə Yavna, bol təntənəli soğuk, təqdim edir. əti, çiqat, dönər gəlir. Doyunca ye. Çok tatlıdır. Doyunca ye. Şüphede. Senin adın nedir ay güzel? Senin adına kurban olun. Dayan söyleyeyim sana gazel. Koyma beni bir gül tek solum. Ay kız geçme bizim ahladan. Bu yürekten neler var neler. Ne olur bir söz alın senden. Dayan geçme incime menden. Dünya senindi güzel, alem senindi. Sevgi bir oldu güzel, o da senin. Gözler senindi güzel, sözler senindi. Vallahi bir yüreğim var, o da senin. Ay kız geçme bizim ahlerden. Ama bakır sana, ama heyran olur. Aydın gözəllərim mənə, mən səndən bir söz alan oldum. Dünya senindi güzel, alem senindi. Sevgi bir baldı güzel, o da senin. Gözler senindi güzel, sözler senindi. Vallahi bir yüreğim var, o da senin. Neler dedim, ne diller döktüm. Bir de geçme bizim mahreden. Ne istersen denen görür. Göyden ulduzları da derem. Dünya senindi güzel, alem senindi. Sevgi bir boldu güzel, o da senin. Gözler senindi güzel, sözler senindi. Vallahi bir yüreğim var, o da senin. Dünya senindi güzel, alem senindi. Sevgi bir boldu güzel, o da senin. Gözler senindi güzel, sözler senindi. Allah bir yüreğim var, o da senin. O da senin. Detektivlər, hər halda eşitdiniz. Bəlkə də, mən detektiv deyiləm, amma bəlkə də mahanda da hansısa bir ipucu var idi. Hə, bir də gördünüz yazılmışdı, gözəlin dönəri. Buyurun, Faiq bəy, sizdən başlayaq. Mən valla ağa, öz fikrimdə qallam, gözəlin dönəri yox, daydayın dönəri. Çox yaxşı çıxışdı, artıq ikinci dəfədir ki, dönər belə ləzzət verir oxuması ilə və o səsini necə gizlədirsə, öz əsl səsini necə gizlədirsə, çox da belə gözəl, müvəffəq olub ki, bizə allatsın. Amma ipucularından özdəki hələ ötən verilişlərdən söylədiyi ipucuları da var ki, onları bugünkü ipucularıyla üst-üstə qoyub bir qənaətə gəldim. Deyir ki, 20 kilo arıqlamışam. Bəli. Bu bir.
2. Deyir ki, cavanlar məni çox sevir. Və sonra deyir ki, toyda dönər yemirlər güya. Bax, bu 3 ipucudan bir qənaətə gəlirəm ki, cavanlar məni sevir. Vaxtikən cavanlardan çox gözəl qrup təşkil eləmişdi və o qrup Azərbaycanda çox böyük populyarlığa Hansı qrup? malik idi. Atrio. Orada kim? Toylarda var-gəl eləyir və gözəl də ifa eləyir, gözəl də toy idarə eləyir. 20 kilo arıqlayıb hamımızın gözün qabağında. Kim? Abbas Bağırov. Abbas Bağırov. Mənim Murad. Təəccübləndiniz. Qəşəng versiya. Valla mənim ulduzlarımın barışmama... Detektiv muncuq düzdür. İndi cavab ateşi. Valla mənim ulduzlarımın barışmadığı yeganə maska dönərdir. Hərçəng mən dönəri çox sevirəm, amma onun üstündəki tük, yəni bığları məni çox narahat eləyir. Xahiş edirəm. Antisanitariya. Rica edirəm. Biz o Qida Təhlükəsizliyi Agentliyinə səslənirəm. Xahiş edirəm, gələn buraxılışda dönər bığsız çıxsın səhnəyə. Yolur özünü yazıq. Yolur bəyaqdan ki, xoşuma gəlsin. Faiq Ağayev, bax bu ipucların arasında birini unuttunuz. Mənim daha bir... Qohumlarım çoxdur. Atrio dediniz, elə bildim Ramal deyəcəksiniz. Ola bilər, amma bir dənə də Murad fikrini bitirənəcəm bir şey də deyim. Abbasın çox maraqlı C hərfinin tələffüzü var. O Gəncəlidir, bilirsiniz. Onlar bəzən C hərfinə J da deyirlər. Bax, C ilə J-in arasında bir tələffüzdür və mən onu ancaq Abbasdan eşitmişəm. Amma 15 ildə tituludur mu Abbas? 15 il var mı? Əməkdar artisti, mən sadəcə yadımdan çıxıb neçənci ildə olub. Və o yadımda deyil ki, 15 ildirsə gəlir çıxır 2011-ə. Deyil mi? Amma başqa bir məqam var, deyir ki, əgər Abbasdırsa, dönər dedi ki, 90-cı illərdən gəlirəm. Biz Abbası hamımız, bütün radio əməkdaşları bunu yaxşı bilir. 2002-ci ildən kəşf etdik. Biz yəni Abbas Bağırov kimi sənətçini 2002-ci ildən etibarən, bunu mən dəqiq bilirəm. Ondan qabaq... Ondan əvvəl oxuyurdu hardasa. Oxuyurdu axı. Eşki məhəbbət mahnısı ilə deyəsən də. Yox, xeyli sonra, eşki məhəbbəti xeyli sonra yazıldı. Ondan əvvəl eşki mən önəmli deyil axı, indi aktsallarında, Gəncədə toylarda, onu danışmıram. 90-cı illərdən biz Abbası tanımamışıq. Bəlkə dönər öz personajına bu cür yazır. O dedi axı dönər Azərbaycana 90-cı illərdə gəlib və düz deyil. Bəlkə ona eyhamdır Murad. O dedi 90-larda dönər Azərbaycana gəldi. Bəlkə Bakıya gəlib 90-larda. Bir şey soruşum. O da var. Dönər gəlib Bakıya 90-larda. Yox, Abbas da Gəncədən Bakıya 90-larda bəlkə gəlib. O da var. Bəs Ramal da qohumları çoxdur, amma titulu yoxdur Ramalın. Bəlkə 90-cı illərə bu dünyaya gəlib? Yox. Ağa, mən keçən səfər İlkin Əsəni demişdim. İlkin Əsəni. Bəli, bu versiyadan çıxmaq istəmirəm, amma 15 illik titullu olması mənə narahat. Ola bilsin ki, 15 ildir Bozbaş titulu daşıyır. Ola bilər. Maraqlıdır. Nigar, siz nə söyləmək istəyirsiniz? Mən üzr istəyirəm, Bozbaş adını daşıyan 15 il kimdir ki? Yəni Bozbaş Pictures 15 il onlar da var. Hə, Bozbaş Pictures. İlkin Əsənidirsə. Yox, mənə elə gəlir ki, onlar da 2011-dən tez başlayıblar. 2011-dən tez başlayıblar. Biraz fikirləşək o zaman. Nigule xanım, buyurun. Gözəllik danışır. Bax, orada yazılmışdı gözəllik dönəri. Burada detektivlərin gözəlliyinin sağ tərəfindəki danışır, sol tərəfindəki də birisi var. Faiq bəy deyir ki, dayday dönərə oxşayır. Dayday dönərə oxşayır? Bəli. Necə dayday dönərə oxşayır? Yox, dönərinə oxşayır. Dönər daydaya oxşayır. Burada da Murad deyir ki, bığı var, ay nə bilim nə. Mənə də lüt gəlir də, elə bir lütdür bu, bilmirəm. Nə gəlir? Nə? Elə bir çılpaq gəlir. Özdə bəyaları çox maraqlı durmuşdu. O futbolçular 11 metrələrdə necə dururlar? Eynən durmuşdu. Mənə Nigar dönüb deyəndə ki, elə bir lütdür. Bax belə. Deyəndə ki, elə bir lütdür, dedim, amma bırrıdır ya. Nigar xanım, sizin fantaziyanız çox gözəldir. Oo, nələr var, nələr. Dönərin üzü qızardı, bax. Üzü qızardı, utandı. Camilə Babayeva. Yox, mən bitirmədim. Alo. Ağa. Alo. Ağa, bitirmədim. Mən düşünürəm ki, mən düşünmürəm ki, bu müğənnidir. Mən düşünürəm ki, bu aktyordur. Bu aktyordur. Bəli, Hansı aktyor? aktyordur. Müşfiq
Şahverdiyev mən düşünürəm. Əla, təşəkkürlər. Buyurun Kamilə xanım. Səncə Müşfiq belə oxuya bilərdi? Müşfiq bundan da qəşəng oxuyar. Hə. Səsi var. Danışır Kamilə Babayeva. Təşəkkürlər. 20 ildən çoxdur ki, titulu var söylədi, hə? 15 ildən çoxdur da, hə? 15 ildəki titulu var. Okey. 20-yə gəldim, çıxartdım. İlkin Həsəni, hə, var ağlımda, amma o qoy qalsın bugün kənarda. Ağlıma gəldi titulu, faytonçu, titulu var. Arıqlayıb, Nazim. Bəlkə elə bu faytonçu Nazim də arıqlayıb. Yeni bir ad. Özde bir suyu da oradan da oxşur, Nazim Paytonçuya dönərimizi. Alo, Coşkun. Coşkun Bey, kostyumunuz bahalıdır. Çox sağ olun. Onu geyinən bahalı oğlandı. Ay sağ ol. Həri! Titulu nə vaxt almışsınız? Titulu. 14'də, mən deyim. 14? 2014'də. Neçə il? 15 il eləyir? 11 il. Rafael İskəndərov. Bu elə Samir Piriyevdir. Həm arıqlayıb. Amma titul söhbətidə mən... Samir Abbas qədər arıqlamayıb. Coşkun Bey, Murad dedi Rafael. Rafael arıqlayıb. Rafael nə arıqlayıb, nə kökəlib. Maşallah formanı saxlayır o. Formanı saxlayır, ha. Buradan salamlar Rafael'e. Rafael salam. Hamımızdan salamlar Rafael'e. Salamlayırıq. Detektivlər, gəlin dönər danışsın. Özü haqqında iki məlumat versin. O da sizə kömək olacaq. Bəlkə də yeni adlar ortaya çıxacaq. Özü haqqında iki məlumat verəcək. Doğru və yanlış məlumatı. Auditoriya, kömək edirik detektivlərə. Alqışlarla təbii ki və beləliklə dönər. Özü haqqında iki məlumat verir. Məlumat 1. 10 ildən çoxdur ki, öz şirkətimi təsis etmişəm. 10 ildən çoxdur ki, öz şirkətimi təsis etmişəm dedi. İkinci məlumat. Bərbər kimi çalışmışam. Bərbər kimi çalışmışam. Auditoriya, o dedi ki, öz şirkətimi təsis etmişəm. 10 ildir öz şirkətimi təsis etmişəm. Sonra dedi ki, bərbər kimi özümü sınamışam. Auditoriya, 10 ildiki şirkət təsis etmişəm versiyasını daha doğru bildi. Siz necə bildiniz? Coşkun Bəy, sizin fikriniz hansı inandırıcıydı? Bu elə ilkin əsərini deyir. Hə, İlkin Həsəninin şirkəti var. Təxmindir ya. Şirkəti açıb. Amma Abbas, indi bildiyimə görə onun studiyası var idi və mən hətta orada səs yazmanı eləyirdim və bildiyimə görə şirkəti də var. Ona görə bərbər olmağına inanmıram. Bəlkə hansısa bir... Misal üçün, mənlə bir yerdə o qış nağılında çəkilirdi. Orada kisəçi rolundaydı. Bəlkə hansısa bir klipində bərbər kimi olub, bəlkə hansısa bir konsertdə, deyək ki, obraz olaraq bərbər olub, onu istisna eləyə bilmərəm. Amma şirkəti olmağı mənə publikaya necə ki daha inandırıcı gəldi. Mənə də daha inandırıcı gəlir ki, 10 ildən çoxdur ki, şirkəti var. Bu dönər personajı çox gəlizdir. Niyə? Çünki biz niyəsə sənətçilər, müğənnilərin üzərinə gedirik. Amma çox asan bir şəkildə burada misal üçün Hikmət Rəhimov ola bilər. Hansı ki, heç müğənniliklə məşğul deyil. Azər Aydəmir ola bilər. Emil Quliyevin özü ola bilər. Hansı ki, biz keçmişi haqqında yaxşı məlumatlı adən əmkarlarımız öyrəndik. Amma sən dediyin insanların heç birisi 20 kilo arıqlamayıb. Nə bilirsiniz? Emil Quliyevi nə bilirsiniz? Azər Aydəmiri mən tanıyıram. Azər Aydəmir arıqlayıb. Çoxdan tanıyıram. Azər Aydəmir əksinə kökəlib indi. Amma bir arada arıqlamışdı da. Bundan öncə arıqlamışdı da. Arıq idi. Bir arada kökəldi, arıqladı, Dediyin sonra kökəldi. insanların heç birisinin 10 ildiki şirkəti yoxdur. Nə bilirik axı? Mən Azəri tanıyıram. Ona görə Emil bilirəm. Quliyev haqqında bir şey bilirsiniz? Emil Quliyev o qədər yaradıcı insandır ki, mən inanmıram ki, onun şirkət açma bir deyək ki, bacarığı olsun. Yox, serialları elə öz şirkətindən də çıxa Əlbəttə. bilər, misal üçün. Amma 10 ildən çox deyil. Bu Promete ola bilər. Yox. Xostan. Niyə? Niyə? Çünki Prometenin səs rəngi tam başqadır da. O dəyişər. O reperdir. Və o bu qədər intonasiya eləyə bilməzdi. Və açıq deyim, mən Metəni çox sevirəm. Çox sağ olun Faiq Bey. Coşkun Bey, son təxmininiz kim? Son təxminim elə mən Samir Piriyevin Samir Piriyev. təxminində qalıram, bəli. Kamilə Babayeva. Qoy hələ ki, olsun faytonçu Nazim. Faytonçu Nazim. Faiq Ağayev.
Qaddanqalım. 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 Abbas Bağırımdır. Abbas Bağırım. Nigar. Yenə də Müşfiq Şahverdiyev mən düşünürəm. Müşfiq. Mən də hələ ki bütün oxlar ilkin Həsəniyə aparır. Gəlin dönərimizi yola salaq. Teşekkürler döner. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Dönər maskası arxasında kimdir? Bura pişik gelir. Gelin pişiyi tanıya. Salam əzizlərim. Bu yenə də mənəm, pişik. Döngələri gəzə-gəzə, damlardan tullana yenə gəlib qarşınızda dayanmışam. Keçən ipucum ürəyimcə oldu. Sanki təzə addımlarını atan stand-upçı kimi danışdım. Biraz həyəcan var idi, biraz da Aktrisadır bu. məsuliyyət. Stand-upçı, aktrisa, xəyali ola bilər. Stand-upçı. Stand-upçı. Bu dəfə gəlin ondan başlayaq ki, ən populyar heyvan mənəm. Kitablarda da varam, cizgi filmlərdə də. Ümumiyyətlə məndən yalnız tənbəl istifadə etməyib, özümdən də, səsimdən də. Mənimlə bağlı inanclar da az deyil. Bəzi bölgələrdə deyirlər ki, əgər evə bəlkə başqa ölkədən yad bir gəlir. pişik giribsə, Bəlkə başqa ölkədən qonaq gəlib, gələcək. bəlkə manana Bəlkə elə Amma mananadır. bu qonaq Yo, kimdir? yo. Bəlkə də pişiyin özü qonaqdır. Amma mən bu şoya heç də yad olmadığım üçün mənim gəlişim bir bayramdır. Mənim gəlişim bir bayramdır. Bayramdır da şoya yad deyil. Bu dəfə də maraqlı bir ifanla sizi təəccübləndirəcəm. Aşık oldum nece bir taze gülüren aya. Zarina. Aşık oldum nece bir taze gülüren aya. Ki salıptır beni o işveyle gökaya. Ki salıptır beni o işveyle gökaya. Aşık oldum, aşık oldum, aşık oldum nece bir taze gülüren aya. Aşık oldum, aşık oldum, aşık oldum nece bir taze gülüren aya.
Tünel olsaydı çok açıq olardı. Çok açıq olardı. Necə bir tazə gülürən ayə. Aşiq oldum, aşiq oldum, aşiq oldum. Necə bir tazə gülürən ayə. Detektivler, hansınız bizim pişiğimize aşık oldunuz? Hamımız! Faik Ağayev, buyurun sizinle devam edeyim. Bir mənalı mübaliğəsiz bizim iştirakçımız səs sənətçisidir. Bu artıq Bir dəqiqə, o səslər hardan gəlir? mənim həmkarlarım özləri oxuyur. Soprano. O da var. Hə. Lap belə özümüzü sıxsaq koloraturnu soprano da gələ bilər. Hoppa! Və mən pişiyin özünə söyləmək istəyirəm ki, mənim həyatımda baş verən hadisədir. Sanki ikinci dəfə onu yaşayıram, dejavudur. Mən ümumiyyətlə pişik sevər deyildim. Mən daha çox əgər insanlar deyirlər, bilməm, uzun boylar, bəstə boylar olur, qara yanızlar, bilməm, ağ yanızlar olur. Pişik sevər və it sevərlər olur. Mən it sevər idim, mən iti həmişə sevirdim. Ta ki həyatıma küçədən götürdüyüm pişik daxil olmayınca. Ondan sonra mən pişikləri sevməyə başladım. Nəyə görə bütün bunu danışıram? Maskadan sonra lap pişikləri sevməyə başladım. Birinci çıxışda pişikdən xoşum gəlmədi. Birinci çıxışında xoşum gəlmədi. Sanki hələ də pişik sevər deyiləm kimi özümü hiss elədim. Amma bugün onun bax bu gözəl, utanmaram o sözdən, doğrudan yerinə düşər. Ecazkar çıxışından sonra, bu gözəl səsdən sonra mən elə bil yenidən pişikləri nə qədər sevirəm, bax onu yenidən anladım. Mənim 2 versiyam var. Çox güman ki, səsinə görə bu Gülay Zeynallı ola bilər. Çox güman ki. Yeni ad. Və ya mənim dostum, 38 illik sirdaşım. Pişik günü. Yox, 38 illik yox da. Aygün Kazımovanın dost doğmaca qızı İlqarə Kazımova da ola bilər. Coşqun Rəhimov, elə bəyəkləri səslər çıxarırdınız ki. Mən? Bəli siz. Ola bilər. Biz hətta gözləmirdik sizə. Hərdən səsim çıxır. Professor. Hərdən səsim çıxır. Doğrudan da möhtəşəm bir çıxış idi, möhtəşəm bir ifa idi. Bizim sənə qarşı allergiyamız bugün yoxdur. Olmayacaq da. Çünki doğrudan da əsl səs, əsl performans göstərdin bizə. O ki qaldı sənin içində bilirsən kim var? Kim var? Orada təxminlərdə stand-up dedi. Orada bir aktrisa ola bilər. Orada bir... Amma belə oxuya bilərmi o? Həmən o aktrisa. Oxuya bilər, var, səs imkanı var o insanın. Zarina. Zarina. Komedi kanada Zarina. Onun səs imkanları... Əla var yani. Murad Arif də çox diqqətlə dinləyirdi. Bəli. Və o valeh olduğunu bir daha sübut etdi. Həmişəki kimi 1000 Və dənə ad hal-hazırda yazırdı. yazılarını davam etdirən Murad Arif görəsən neçə ad çəkəcək? Çox. Hə, görürük. Bir səhifə adla gəlmişəm. Birincisi bu soprano üçün, bu səs imkanları üçün ağlıma ilk adlar gəlir. Hanslar ki, düzdür, səs sənətçisi təəssüratı verdi bizə pişik. Amma vacib deyil ki, bu müğənni olsun. Bu məşhur Ülviyə xanım ola bilər, aktrisamız Key xanım obrazda özünü təsdiqləmiş. Niyə? Ülviyə Əliyeva. Bəli, niyə Ülviyə Əliyeva? Çünki o söylədi ki, mən kitablardan, cizgilərdən tanırsınız. Ülviyə Əliyeva Cırtdan tamaşasında Tık-Tık xanım oynayır. Cizgi personajı məşhur. Doğrudur. Amma biraz boyu uyğun gəlmir, hündürdür. Daha sonra təsəvvür eləyirsən. bu Tomris ola bilər. Niyə? Damlardan tullana. Tomris'in mahnısı var, damlar. Gənclər yaxşı bilir. Yazı bir Və variantlar var. Tomris'in yaxşı səsi də var. Ola bilər. Bu Leyla Quliyeva ola bilər. Dostlar, Leyla Quliyeva konservatoriyonu bitirib və onda bu soprano var. Zümrüd Bədalova versiyası xoşuma gəlmişdi keçən səfər. Bu dəfə nəsə Zümrüdü görmədim, hiss eləmədim. Bir də niyə biz düşünmürük ki, bu Əminə Şirin ola bilər? Axı onun da səs imkanları...
Hə, bir də daha bir variant var. Həyat yoldaşıyla işdə tanış olan və klassik əsərləri belə oxuya biləcək bir səsimiz var. Fidan. Xeyr. Lamiyə Kərimova, Rast qrupu. Canın dağlar. Söz deyim, bu əslində soprano deyil, bu subtondur. Çünki falsetlə oxunur. Bu səs telləri. Doğrudan. Hə, Mən orada soprano eşitdim bu axı. subtondur, bu falsetlə oxunan bir səs idi. Hə, o falsetdir. O səs telləri ilə oxunur. Onda sən də sopranosan. Var da, yəni mənim səsim O soprano sərhədsiz. deyil. Nigar xanım, sağlam olun. Sağlam. Allergiyanız var pişiyə. Hə, deyəsən pişiyə allergiya, amma sən pişiyin var da deyəsən. Bir dəfə də. Hə. Sağlam alqışlar. Ürəyimdə Allergiyası var pişiyə. Buyurun. Danışın Nigar. Bəli, məndə də pişik var. Əslində mən pişiyimə oxşur. Sadəcə mən pişiyimdə burada xal var. Balaca bir xalı var. Harda? Burada da xal var. Burada. Xal bura düşüb. Alnında dinləndə. Nigar, bizim pişiyimizin xalı bura düşüb. Bəli. Mən bilmirəm nədən. Mən düşünürəm ki, birincisi bu Leyla Quliyevadır. Çünki Leyla'nın səs bəli imkanları doğrudan mükəmməldir və ola bilər də bəlkə Siva'dır. Kim? Siva. Ola bilər. Ola bilər. Ola O da bilər. sevir. O deyir ki, mən şou yaradıram. Çünki Siva da sevir. Səhnəyə çıxanda bir şou yaradır. Çox maraqlı versiyadır. Nigar xanım, təşəkkürlər. Və Kamilə Babayeva. Keçən dəfə mən demişdim, İlkin Həsəninin yoldaşı Aysel, Aysel, bloger. bəli. Amma bu dəfə nəyə görəsə mənə elə gəlir ki, o deyil. Bu saniyə hələ ki Lətifə, hə uşaqlar? Lətifə soyu öz. Təşəkkürlər. Gəlin indi pişik öz haqqında ki məlumat versin. Biri doğru versiyadır, ikincisi isə yalan olacaq. Yəni məlumatın biri doğrudur, biri yanlışdır. Təbii ki, auditoriya kömək eləyəcəyik. Buyur pişik. Birinci məlumat. Maska şousunun çəkiliş məkanı mənə 90-cı illərin xatirələrinə qaytarır. Maska şounun çəkildiyi yer mənə 90-cı illəri xatırladır dedi. İkinci məlumat. Kino studiya, hə. Ad günümə silah hədiyyə ediblər. Ad günümə silah hədiyyə ediblər. Nə biləyik? O dedi ki, maska şounun çəkildiyi yer mənə 90-cı illəri xatırladır. Sonra dedi ki, mənə ad günümə silah hədiyyə ediblər. 90-cı illərin kinostudiyası və bizim pişiyin qaməti, zərifliyi Lalə Məmmədova ilə əlaqədar 90-cı illərdə Siyavuş Kəriminin studiyası burada yerləşirdi. Lalə xanım da Siyavuş Kərimi emalatxanasının müğənnisidir. Bəli. Eyni zamanda çox güman ki, ola bilsin Lamiyə Kərimova da 90-larda Rəşad Haşimovla qrup əsnasında müəyyən əməkdaşlıqları olub. 90-larda Rast burada məşq edirdi. Sevdal Əkbərzadənin əlaqəsi ola 90-cı bilər. illərdə çəkilən filmləri yadımıza sala bilərik. Ayan Kimlər Mirqasımova. çəkiliblər? Ayan Mirqasımova. Bu Sənubar İskəndərli də ola bilər. Onun səs imkanları da yetəri qədər var. Murad dərhal ayağa qalxdı. Etiraz edirsiniz Murad. Mənim üz cizgilərimdə hər şey yazılıb. Diskusiyanız çox maraqlıydı. Bir variant da var, amma onu da... Mən elə adları soruşacağım. Buyurun Coşqun bəy, kim? Zarina. Zarina. Bəli. Kamilə xanım. Təxminim olsun 90-larda qaldımsa Ayan Mirqasımova. Ayan Mirqasımova. Faiq Ağayev. Gülay Zeynallı. Aydındır. Nigar Camal. Leyla Quliyeva deyəcəm. Leyla Quliyeva. Və Murad Arif. Bütün bu variantların arasında Leyla Quliyeva variantı mənə hal-hazırda daha yaxın gəlir. Amma gəlin bir fərqli ad söyləyim. Bu Lalə Məmmədovadır. Lalə Məmmədova. Təşəkkürlər, minnətdarıq detektivlərimiz. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Pişik maskası arxasında kimdir? İkinci qarşıdurmanın sonuna gəlib çatdıq. İndi səs verməyə keçid alacağıq. Amma səs verməyə keçid almaq üçün isə bura Yad Planetli və Dönəri dəvət edirik.
Biz ikinci qarşı durmanın səs verməsindəyik, əziz tamaşaçılar. İndi auditoriya səs verəcək və auditoriya 2 maskanı gözləmə otağına, yəni sonuncu səs verməyə göndərəcək. Biri isə növbəti mərhələyə keçid alacaq. Hansı maska olacaq, təbii ki, bilmirik. Mən detektivlərimizə üst tuturam. Detektivlər, kimi məsləhət edərdiniz auditoriya ki, növbəti mərhələyə yaparsınlar? Biz niyə xilas edə bilmirik bəs? Siz xilas edəcəksiniz, narahat olma. Axırda xilas edəcəksiniz. İndi yox, indi səs vermədi. Siz məsləhət edirsiniz. Murad, kimi məsləhət edərdiniz? Valla Növbəti dostlar, mərhələyə yaparsan. düz də deyirlər bu vokal yarışması deyil. Amma mənə görə şəxsən Maska Show təəccübləndirmə yarışmasıdır. Zənnimcə bugün həqiqətən də təəccübləndirdi. Aşıq oldum, aşıq oldum. Pişik, saxlayaq, qoruyaq onu. Bugün həqiqətən də özündən keçdi. Əla, çox sağ olun. Nigar Camal. Mən daha çox yad planetdən gələni bəyənirəm. Kamilə Babayeva. Ay, üçü də çox şirindir və üçünü də sevirəm, bilmirəm, qalmışam belə. Amma mən pişik bazam axı. Odur ki, pişik. Pişik. Coşqun Rəhimov. Əzizlərim, bu sezonda deyəsən bu birinci dəfədir mən deyəcəm. Əziyyətinizə, əməyinizə sağlıq. Çox sağ olun. İlk dəfədir. Kimin əziyyəti keçibsə, keçirsə, keçəcəksə, haqqını halal eləsin. Çünki çox möhtəşəm, çox belə maraqlı bir şoudur. O ki, qaldı bizim maskalara. Maskalar o maskanın içində olan insanlardır da, biz bunu bilirik. Amma onların əziyyətini də gəlin ürəkdən alqışlayaq uşaqlar. Bu həm diskomfort, həm isti, həm onu daşımaq, həm bu şounu göstərmək. Uşaqlar, halal olsun sizə. Bir daha ürəkdən alqışlayaq, xahiş edirəm. Buyurun Coşqun bəy. Heç birinizdən ayrılmaq istəməzdik, amma qərarı siz verəcəksiniz. Mən doğrudan da pişikləri çox sevirəm. Pişik? Pişiyimi... Pişik. Pişik Faiq qalsın Ağayev, mənim. kimi məsləhət görərdiniz? Valla üçü də elə dadlı, elə ləzzətli, elə belə doğrudan da şou göstərən personajdır ki, heç birisi ilə ayrılmaq istəmirəm. Amma artıq məsləhətimizi eşitdiniz, 3 nəfər pişik üçün söz dedi. Mən də Nigar xanımla bərabər uzaq yad planetdən bizə gəlmiş, bax bu şirin yad planetlini qorumağınızı rica edərdim, amma yenə də qərarı siz verəcəksiniz. Çox sağ olun, təşəkkürlər, minnətdarıq. 3 nəfər pişikdir deyə, detektivimizin 3'ü pişik dedi, ikisi isə yad planetli. Amma qərarı siz verirsiniz. Kimə səs verəcəksiniz? Kimin maskasının açılmasını istəyirsiniz? Əgər siz pişiyin maskasının açılmasını istəyirsinizsə A düyməsini sıxacaqsınız. Əgər siz yad planetlinin maskasının açılmasını istəyirsinizsə B düyməsini sıxacaqsınız. Əgər siz dönərin maskasının açılmasını istəyirsinizsə C düyməsini sıxacaqsınız. Ən az səs sığan, ən az səs toplayan növbəti mərhələyə keçid alacaq. Digər ikisi isə gözləmə zalına, yəni maskanı açmağa namizəd olacaqlar. Səs vermə başlasın. Səs verirsiniz və bir daha qeyd edeyim ki, ən az səs toplayan növbəti mərhələyə keçid alacaq. Digər 2 maska isə gözləmə zalına, yəni maskanı açmağa namizəd olacaqlar. Stop! Səs vermə dayansın. Bu andan etibarən səs vermirik. Hal-hazırda nəticələri gözləyirəm. Nəticələr necə olacaq maraqlıdır. Hansı bir maska növbəti mərhələyə keçid alacaq? Hansı 2 maska maskanı açmağa namizəd olacaqlar? Kim? Pişik? Yad planetli? Dönər? Maraqlıdır. Növbəti mərhələyə kim gedir? Nəticələr artıq var. Və biz kimi növbəti mərhələdə görəcəyik? Növbəti mərhələyə keçir. Pişik! Şoumuzda qalır və davam edir. Pişik. Yad planet növbəti mərhələyə keçid alırsın.
planeti növbəti mərhələyə keçid alır. Döner ve pişik. Sizinle son ses filminde görüşecek. Buyurun, buyurun maskalar. Yat planetli. Yat planetli gelir. Döner ve pişik burada kalır. Buyurun yat planetli. Biz son ses vermeye keçid alırıq. Son ses vermeye keçid almaq üçün isə bura Dənizi dəvət edəcəyik. Amma Dəniz bura gələnə qədər bugün maskanı çıxarmağa namizəd olan maskaların çıxışlarını bir daha izləyək. How deep is your love? How deep is your love? Ay kız geçmek bizim ahlerden. Ama bakır sana, ama heyran olur. Aydın gazelleri mənə, mən səndən bir söz alan oldum. Aşık oldum nece bir taze gülen aya ki salıptır beni o iş öyle gökaya. Son ses verme ve biz 3 maskanı burada görürük. Pişik burada. Deniz burada. Ve Döner burada. Birazdan onlardan birini biz maskasız görəcəyik. Amma detektivlərimiz siz 3 maskadan birini xilas edəcəksiniz. Və buyurun, kimi xilas edəcəksiniz? Coşkun Bey. Ben deniz sahilinde oturup döner yiye bir şey sığallamak istiyorum. Ne kadar da romantik. Ne romantik, böyle zibil olar. Bunlar üçü de güzel dağ, üçü de yaxşı dağ. Belə romantik olar. Belə romantik olar. Bu verilişin, kimi xilas edirəm, qaydasıdır. İnciməyin, xahiş edirəm sizdən. Pişik. Coşkun Reymo Pişik dedi. Kamile Babayeva. Necə fikrimlə dönüm? Axı mən desəm ki, indi onda elə çıxacaq ki, mən pişikləri sevməyimi yalan söylüyordum. Amma mən çox sevirəm axı pişikləri. Pişik. Pişik. 2 pişik. Buyurun. Nigar. Bəli Mən siz. Pişik. 3. Mən də deyirdim ki, elə deyəcəkdim ki, dönərimi yediyi üçün pişiyi dənizə atardım. Aha. Bu lap pis senaridir. Mən bir şey söyleyeyim, düzdür, səs çoxluğu öz sözünü Artıq- dedi. Mən də gəlin dəniz deyim. Dəniz deyirsiniz. Dəniz deyim. Faiq Bey, səs vermənin heç bir belə dəyişmə mümkün olmayacaq hal-hazırda. Sadəcə deyin də kimi xilas edirsiniz? Baxın, mənə elə gəlir ki, pişiyi dənizdən də qorumaq lazımdır. Çünki üzməyi sevmirlər. Dönərdən də uzaq saxlamaq lazımdır. Çünki öyle qida var ki, pişiyi yesə xəstələnər. Aha. Ona Bu hansı görə qidadır ki? Necə? Hansı qidadır? Misal üçün mayonez olar olmaz. Aha, olmaz. Olmaz. Qəti Biz bilmirdik, surətdə. görürsünüz. Akademik. Hə. Akademik. Ona görə mən həyatımda eləmədiyim bir iş eləyəcəm indi. Bircə bu qalmışdı Faik Bey, bircə bu qalmışdı. Pişik, siz növbəti mərhələyə keçid alırsınız. Can güdənlər gəlir və pişik gedir növbəti mərhələyə.
biz neler yaşayırıq. Bu qədər həyəcan. İndi isə əsas məsələyə keçid Bu nə alırıq. bəladır, düşmüş ya Son Allah. səs vermə olacaq. Auditoriya səs verəcək və biz bir maskanın maskasını çıxarıb o istedadlı məşhuru tanıyacağıq. Kimin maskasını açılmasını istəyərdiniz Murad? Dəniz qalsın, gəlin dönərin içini açaq görək nə var orada. Ətdi, toyuqdu, Abbasdı, Müşfiqdi, İlkindi. Nə dönəridir bu? Baxaq görək. Kamilə xanım, kimi məsləhət görürsün? Amma mən deyirəm ki, dönəri hələ biz saxlayaq. Bizim hələ irəlidə çox həftələrimiz var. Acıyacağıq. Fasilələrdə bir dadına baxarıq. Və görək Dəniz kimdir? Bu Dənizi görmək istəyərdim. Mənə çox Dənizi maraqlıdır. görmək istəyirsiniz. Belə məsləhət verirsiniz. Nigar, Mən gedirəm özümü dənizə atıram. Sağ olun. məsləhət verirsiniz. Maskası açılsın, yoxsa növbəti mərhələ? Yox. Ay, növbətlidir. Kimin maskası açılsın? Kimin maskası açılsın? Ay, dönərin. Dönərin. Dönərin maskası. Dönər açılsın. Dönər Ha. açılsın. Məsləhət verirsiniz ki, dənizin növbəti mərhələ Dönərin içi açılsın. Coşqun Bey, O bığlı kişi qalsın burada. Dönər. Məncə də. Faiq Bey, kimi? Bizdə indi say hesabı necədir? 2-2. 2-2. Həll edicini mən Siz sadəcə məsləhət edirsiniz. Bax, bunu həyat təcrübəsi olan bir insan kimi deyirəm də. Dəniz nə qədər qalırsa qalsın, bizdən min illərlə öncə olub, bizdən min illərlə sonra da olacaq, xarab olmayacaq. Dönəri ki, kənara qoydun, qıcqıracaq. Ona görə ki, isti, baxaq görək, iki verilişdi. Bizi, bax burada, bu təlaşa salan ki, kimdir belə məharətlə gizlənir bizdən. Bu suala cavab tapmaq üçün gəlin dönərin kimliyini öyrənək. Auditoriya, əgər siz dönərin maskasının açılmasını istəyirsinizsə, A düyməsini sıxacaqsınız. Əgər siz dənizin maskasının açılmasını istəyirsinizsə, B düyməsini sıxacaqsınız. Az səs toplayan maska növbəti mərhələyə keçid alacaq. Çox səs toplayan maska isə maskasını açacaq və biz o məşhuru tanıyacağıq nəhayət ki. Səs vermə, başlasın! Maraqlıdır. Auditoriya kimə səs verəcək? Az səs toplayan maska növbəti mərhələyə keçid alacaq və bizi yenə də təəccübləndirəcək. Biz onu axtaracağıq. Çox səs toplayan maska isə bugün, bu axşam, elə bir neçə dəqiqədən sonra maskasını açacaq. Stop! Səs vermə. Dayansın. Bu andan etibarən auditoriya səs vermirsiniz. Detektivlərin məsləhətlərini eşitdiniz. Amma auditoriya təbii ki, öz seçimini etdi. Onlar detektivlərə qulaq asdılar, onları dinlədilər, bir nəticə çıxartdılar ya yox? Hə, Kim? hə. Dönər. Dəniz. Maraqlıdır növbəti mərhələyə. Kim keçir? Bizi təəccübləndirəcək, valeh edəcək. Şovumuzda qalır, Dönər! Dönər, sizi növbəti mərhələyə yola salırıq. Detektivlərimiz ayaq üstədir. Təəccüblüdülər. Söz doludular. Nigar xanım, sizcə Dəniz maskası arxasında kimdir? Nanə ola bilər, Pərvin Əbiyeva da ola bilər. Murad Arif, kimdir maska arxasında? Valla mən bu günləri ağlıma gələn variant çox xoşuma gəldi. Hansı? Mən də elə o variantın üzərində dayanacağım. Bu dəniz gözlü xatundur. Xatun. Kamilə Babayeva.
mən də elə öz versiyamda qalım. Daha elə bu verilişi o adla başlamışdımsa o adla da bitirim. Düzdür, onu çox sevirəm. Mən elə gəlir ki, Dilarə Əliyevadır. Kosmosdan bəs nə deyirlər? Kosmos nəsə mənlə əlaqəyə girmir. Çünki bizim artıq yad planetlimiz var. Ha. Professor. Valla mən də öz fikrimdə qalıram. İstəyərdim mən başqa adam çıxsın içindən. Amma gəl mən öz fikrimə hörmət edeyim. Oradan çıxacaq Roza. Coşkun Bey, elə biz də sizin fikrinizə hörmət edirik. Faiq Ağayev. Can, mənə elə gəlir ki, bax bu əndama, bu bədənə, bu formaya, bu bayaqdan orada dingildəməyə 2 nəfər ancaq oxşar ola bilər. Kim? Biri xatundur, mən həmkarım Muradla tam razıyam. İkincisi də məni çox sevindirərdi, çox əyləndirərdi əgər oradan Elza Seycan çıxsaydı. Mən belə başa düşdüm ki, bütün detektivlər müxtəlif adlar dilər. Sizdən aranızdan bilən var, sizcə kimdir? Maska arxasında. Elza? Roza? Heç kəs bilmir. Detektivlər də bilmir. Heç mən də bilmirəm. Bəs kimsən sən? 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 Dilarə. Dilarə. Başı bağlıdır. Kimdir bu? Güneş Mehdizadə! Aktrisamız! Demək keçən mövsümdə bəlkə Vətəndaş 50 dəfə A. demişdim Günəş. Bu dəfə ağlıma da gəlmədi. Amma bu o deməkdir ki, bizi çox məharətlə anladıb ki, heç adı ağlımızın ucundan belə keçməyib Günəşin. Gör necə bizi Güneş anladı. Təgin və Almaz rolu hər kəsin yaddaşında qalan. Doğrudan da çox gözəl Günəş səsin var xanım. Günəş. Təbrik edirəm səni. Bu sferada da özünü sına. Sən versəydi sınayacaqdım biraz da. Yo, yetəri qədərsin. Səni görən gördü artıq. Bu dəfə heç də deməmişdim. Günəş xanım, mənim üçün həyatda ilk dəfədir belə bir fürsət yaranır və biz sizlə bir məkandayıq və çox böyük heyrət, sevgi ilə sizin çəkildiyiniz Vətəndaş A serialını izlədim. Hər xarakteriniz, hər mimikanız, ötürdüyünüz hər bir epizodda olan inanılmaz, təkrarsız enerji məni valeh etdi. Çox təəssüf edirəm ki, maska çərçivəsində yolunuz buraya qədərdir. Amma nə yaxşı ki, fürsətimiz var. Sizin peşəkarlığınıza sevgimizi ifadə edək. Təşəkkürlər sizə. Sağ olun. Mən təşəkkür eləyirəm əslində İctimai televiziyasına, bütün kollektivə ki, bu cür gözəl, möhtəşəm layihənin bir parçası oldum. Özümü başqa tərəfdən tanıdım və maskanın içərisində həqiqətən də biraz çətindir maskanı daşımaq, amma o qədər yəni sən özünün başqa istedadlarını və başqa tərəflərini kəşf eləyə bilirsən və mən bu imkanı yaşadığıma görə xoşbəxtəm. Sonra deyirsiniz ki, dəniz çəkilir. Bax, qoymadınız da oxumağa, ona görə gedib çəkilirəm. Bravo. Günəş xanım, bizə danışın. Kiraya Baxın, yaşayırsınız siz Günəş xanım, yoxsa Necə? qəza keçirmisiniz, yoxsa kiraya qalırsınız? Qəza keçirmişəm. Amma mənə də imkan düşmüşkən, mən də ilk dəfədir ki, üzbə surət Günəş xanımla rastlaşıram. Sizə cəmi 3 söz deyəcəm. Daha doğrusu 2, daha da azaldım. İstedadınızı alqış. İstedadınızı alqış. Günəş xanım, özünüzü maska arxasında necə hiss edirdiniz? Baxın, bura gəlirdiniz, detektivlər axtarırdılar sizi. Təbii ki, ifalar, heç kim gözləmirdi sizdən bu ifaları. Necə hiss edirdiniz? Siz öz hisslərinizi bizimlə bölüşün. Hisslərim çox dəyişik, fərqli hisslər. Birincisi, ilk bu seçim mərhələsinə qalanda özümü yenidən qabiliyyət imtahanında hiss elədim ki, yəni yenə də seçilməliyəm və o həyəcan gəlmişdi mənə ki, yəni görəsən seçiləcəmmi, seçilməyəcəmmi?
Sonra... Bəs hansı versiyalardan qıcıqlandınız? Hansı versiyalar sizi xoşhal etdi? Çox maraqlı. Çünki adlar çəkirdi. Bu bir səhifə yazmışam. Roza O səhifədə yox idi. Ya Günəş xanımın adı yox Günəş idi. xanımın adı yox idi. İlk başlarda biraz Kamilə yaxınlaşdı aktrisa mövzusuna. Həcər demişdi. Bilsən nə maraqlıdır Günəş? Bunu düzdür həyecanlandım bayaq çox tez ifadə elədim fikrimi. Keçən mövsüm mən demək olar ki, hər bir maskadan Günəş təqin deyirdim. Günəş təqin. Bu mövsüm elə bil ki, hələ də sənin adın mənim ağlıma gəlmirdi. Yaxşı aldatdılar da. Yaxşı aldatdı da Günəş. Məharətlə aldatdı. Amma yox, öhdəsindən gələ bildin. Təşəkkürlər. Belə bir hissiyat var ki, kaş adımı çəksinlər, tanısınlar. Yoxsa sevinirdiniz ki, tapa bilmirdik. Əslində yox. Yan keçəndə sevinirdim ki, yəni tapılmıram da. Aldada Yəni bilmişəm tamam də. başqa, hə. Çünki ilk başlarda bugün ümumiyyətlə aktrisa söhbəti olmadı. Ancaq müğənnilərə Sizi Elza Seyidcahana bənzədəndə hansı hissləri keçirdiniz? Aktrisa söhbəti bu günlər var idi, sadəcə Həcər Ağayeva deyildi. Bir də Dilarə xanım özü. Bir də Dilarə Əliyeva. Pərvin Əliyeva mən demişdim. 3 nəfəri dedi. var idi. Hə. Günəş xan, bu səs hardandır? Əlim nanə. Səsiz kəşf elədilər Amma- məndə. Hətta məni ürəkləndirdilər ki, sizin çox gözəl musiqi duyumunuz var. Düzdür, çox böyük səs imkanlarım yoxdur, amma nə bilim. Mən sizə aktyorluq karyerasında uğurlar arzuluyorum. Çox gözəl aktrisasınız. Çox sağ olun. Yəni doğrudan da peşənizin öhdəsindən məharətlə gəlirsiniz. Təşəkkür edirəm. Bu da bir peşədir, bu da bir hobbidir. Bunun da öhdəsindən çox gözəl gəldi. Qarşılayın. Yeni ifaçı gəlir. Günəş bir xahişim Təgin. Və var. təbii ki, onun ifasını eşləyəcək. Aha. Maska Show'da. Buyurun Bir Murat. şey deyə bilərəm. Bilmirəm, indi belə bir imkanımız var. Bəlkə birinci buraxılışda oxuduğunuz Papa Mama icazə vermir. Mən onu təklif eləmişdim ki, Mən onu biz də onu oxuyum. istəyirik, hə? Azərbaycan dilində gözəl bir nəğmə Bəli, səslənsin. dəyişiklik Əslində hansı nəğmə olursa olsun, biz artıq bax o papaqsız, Olar, o üz olar. örtüyü olmadan Əgər Dəniz detektivlər nəğməsi. istəyirlərsə, olsun Dəniz o nəğməsi. mahnı. Ura! Hər birinizə ən sirli şou Maskaya biraz da yaxın olmağa dəvət edirik. Maska Show İctimai Televiziyanın efirində. Papa mama icazə ver mənə. Bu gecə gedim dənizə. Orada gözləyir rəfiqələr məni. Orada unuduram mən qəmi kədəri. Gün çıxdı, gəldi yay. Benimki dənizdi, əvəz etmir onu çay. Yay 90 günlük əyləncə. Bu dəqiqələrdən başladı zənnimcə. Səhərləri açıram mən sahildə. Doğma Xəzərin qoynunda üzürəm. Üzümə vurur soyuq ləpələr. Gözləyir məni nələr nələr. Azərbaycanca dəniz. Rəqs edirik biz. Azərbaycanca dəniz. Rəqs edirik biz. Papa mama icazə ver mənə. Bu gecə gedim dənizə. Orada gözləyir rəfiqələr məni. Orada unuduram mən qəmi kədəri. Azərbaycanca dəniz.